Tarix boyu Azərbaycanlılara qarşı etnik, dini və milli ayrı-seçkilik siyasəti yürüdən Ermənistan xəbis əməllərindən əl çəkməyərək ad dəyişmə əməliyyatlarını açıq şəkildə həyata keçiriblər. Haylar eyni zamanda bizə aid şəhərləri, qəsəbələri, kəndləri daim mənəvi terrora məruz qoyublar. Bugün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində erməni saxtakarlığından ən çox zərər çəkən Əştərək rayonu haqqında danışırıq. Əştərək Qərbi Azərbaycanın, indiki Ermənistanın Karbibasar mahalı ərazisində yerləşən qədim Türk Oğuz yurdudur. Əştərək rayonu cənubdan Zəngibasar, cənub-qərbdən Eçmiədzin, qərbdən Ələyaz dağı, şimaldan Abaran, şərqdən Axta, Hrazdan regionları ilə həmsərhəddir. Zəngin tarixi olan Əştərək 4-cü əsrlərdə Arşakilərin, 8-10-cu əsrlərdə Ərəblərin, 9-11-ci əsrlərdə Şirak hakimiyyətinin tabeliyində Pəhləvilərin hökmranlığı altına düşüb. 11-16-cı əsrlərdə Səlcuq türklərinin tabeliyinə keçib. Bu məkan 16-19-cu əsrlərdə İrəvan xanlığına tabe olan Karbibasar mahalının tərkibində olub. Nəhayət, 1828-ci ildə Çar Rusiyasının işğalından sonra İrəvan quberniyasının İrəvan qəzasının, sonra Eçmiədzin qəzasının tabeliyinə keçib. 1590-cı ildə tərtib edilmiş İrəvan əyalətinin müfəssəl dəftərində Əştərək kimi, 1728-ci ildə tərtib edilmiş İrəvan əyalətinin icmal dəftərində Karbi nahiyəsinin tərkibində Aştarak, Qafqazın 5 verislik xəritəsində isə Əştərək kimi qeyd edilib. Əştərək toponimi türk dilində yüksək dağ keçidi mənasında işlənən, Aşu sözü ilə türk dilində qırışıqlı dağ yüksəkliyi, parçalanmış daş qırıntıları, çınqıl, uca, çox dişli daraq şəkilli dağ mənasında işlənən Tarak sözündən əmələ gəlib. Əştərək rayonunun Yağaver kəndi ərazisində 6-7-ci əsrlərə aid qədim Arman Türk məbədi mövcuddur. Bu kənddən 3 kilometr aralıda qədim Qarqavəng məbədi yerləşir. 662-681-ci ildə tikilən, Qərbi Azərbaycan ərazisində qədimdən məskunlaşan Qarqar türklərinin adını daşıyan məbədə ermənilər 1948-ci ildə bərpa adı ilə bir çox elementlər əlavə eləyib, adını erməniləşdirərək Zoravar qoyublar. Rayon ərazisində 7-ci yüzilə aid Qırmızıvəng məbədi isə Qərbi Azərbaycan ərazisində kiremit dam örtüyü olduğu kimi qalan ən qədim tikili sayılır. Ermənilər məbədin Azərbaycan dilində Qırmızıvəng adını sətri tərcümə edərək Karmıravor qoyublar. Məbəd 1950-ci ildə bərpa edilib və ona bir çox erməni elementləri əlavə edilib. Hər üç məbədin yerləşdiyi ərazilərə ermənilərin ilk gəlişi 18-ci əsrə təsadüf edir. Ermənistan adlanan ərazidə Sovet hökuməti qurulduqdan sonra 1929-cu ildə rayonlaşdırma inzibati ərazi bölgüsü aparılıb. Bu bölgəyə əsasən 1930-cu il sentyabrın 9-da ərazi inzibati vahidi kimi Əştərək adlı rayon yaradılıb. Ermənilər ərazisi 926 kvadrat kilometr olan bu rayonun adını da dəyişdirərək Aştaraq adlandırıblar. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 22 kilometr təşkil edir. Əştərək İrəvan şəhərindən şimal-qərbdə, Abaran, dəyişdirilmiş adı Kasaq çayının sahilində İrəvan Gümrü yolunun üstündə yerləşir. 1963-cü ildən Respublika tabeli şəhərdir və həmişə Əştərək rayonunun mərkəzi hesab edilib. Vaxtilə Əştərək rayonuna daxil olan 50 kəndin 46-sında Azərbaycanlılar yaşayıb. Yer adları da türk mənşəli olub. 1948-1951-ci illərdə rayonun Talış, Təkiyə, Uçan, Çadqıran, İnəkli, Tülnəbi və digər kəndlərinin əhalisi zorla çıxardılaraq Azərbaycana köçürülüb. Bununla da Əştərək ərazisində toponimlərin dəyişdirilməsi, Türk Oğuz izlərinin itirilməsi prosesi başlayıb. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif fərmanları ilə rayon üzrə 20-yə yaxın tarixi yer adları dəyişdirilib. Həmin kəndlər bunlardır: Qızıldəmir, Voskevaz, İlançalan, Artaşavan, Qaraşam, Qaraşam, Qaracoran, Aracuyuq, Tulnəbi, Saralanc, Xaxız, Dzorab, Təkiyə, Bazmaqpyur, İnəkli, Antarut, Magda, Lernarod, Pərtinc, Voskehat, Çadqıran, Bazmavan, Çadqıran, Norgexi, 36 nömrəli savxoz, Mırqaşen, 38 nömrəli savxoz, Proşyan, 39 nömrəli savxoz, Sasunik, 40 nömrəli savxoz, Kasaq, 41 nömrəli savxoz, Noryerzınka, Talış, Aruç, Nəzirvan, Kazaravan. Nəhayət bu ərazi Ermənistan Respublikasının inzibati ərazi bölgüsü haqqında 7 noyabr 1995-ci il tarixli yeni qanuna əsasən inzibati mərkəzi Əştərək şəhəri olan Aragatsotun mərziliyinin inzibati ərazisinə daxil edilib. Beləliklə vaxtilə adı dillər əzbəri olan Qərbi Azərbaycanın bu qədim ərazisində mənfur ermənilər daşı daş üstündə qoymadan ad dəyişmə əməliyyatlarını icra ediblər.
Lakin əminik ki, tarixən və ruhən bağlı olduğumuz doğma yurdlarımıza qayıdış ermənilərin saxta əməllərinə son qoyacaq və vətənə dönüş hamımızın iftixar ünvanına çevriləcək.